Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər, əziz şagirdlər və müəllimlər. Deməli, bilirsiniz ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci ildə ikinci hissə artıq satışa verilir, yəni ikinci hissələ nəşr olunub DİM tərəfindən və ikinci hissədə kifayət qədər yeni suallar var. Adətən 11-ci sinif şagirdlərinə, əsasən 11-ci sinif şagirdlər diqqətli olun, bu sualları mütləq işləmək lazımdır. Həmin suallardan fiqurların sahəsi mövzusunda maraqlı bir sualın izahına baxacağıq. Yəni həmin sualların izahları kanalda davam edəcək. Zəhmət olmasa abunə olub fikirlərinizi bölüşməyi unutmayın. ABC düzbucaqlı üstbucağında AD parçası BAC-nin təmböləni olarsa, bu təmböləndir və BD bərabərdir 6-dır. Bura 6-dır. BD-ni mənə 6 verib. AC-ni mənə 12 verib. Çox gözəl bir sualda, diqqətlə qulaq asırıq. Və iştiraklanmış hissənin sahəsini istəyir. Biz burada diqqətlə nəyə baxacağıq? Baxın, 2 saniyəlik həlli var bunun. Bir dənə diqqətlə baxın. Bax, bura mən bir x desəm, bura bir y desəm. Buranın kör olması şərti aydındır. Səbəb nədən ibarət? Mən bura bir alifə desəm, üçbucağın xarici bucağın xassəsine görə bura 91 alifədir. Yəni kör bucaqlı üçbucaqdır. Təmböləndən istifadə edərək yaza bilərəm. X-in 6-ya nisbəti bərabərdir 12-nin y-ə nisbəti. Buradan x, y bərabərdir 72 alınır. S rənglənmiş və yaxud da iştiraklanmış deyə bilərik. S iştiraklanmış bərabərdir. Deməli, tərəf y-dir. Bu tərəfə çəkilən hündürlük, y-ə çəkilən hündürlük xaricdə yerləşdiyinə görə, yəni körbucaqlıda hündürlük xaricdə x-dir, böl 2. Və salam, x, y-də biz 72 tapmışdıq. Böl 2 bərabərdir 36. Gözəl və sadə həll. Uğurlar, növbəti izahlarda görüşərik.